Pezeşkiyandan Bakı və Ankaraya gələn zəngin pərdə arxası. Hücum əmrini kim verib? İlham Əliyevlə bağlı bu xəbər İranda rezonans doğurdu. Müçtəba Xameneyi hansı siyasəti yeridəcək? Pezeşkiyandan Erdoğana. İran buna hazırdır. Rusiya ordusunun hücum qabiliyyəti tükənir. İlyenko. Pensiya alanlara şad xəbər. Regionda artan gərginlik fonunda Naxçıvana endirilən dron zərbələri və Türkiyə ərazisində vurulan raketlərlə bağlı yeni müzakirələr gündəmə gəlib. İran prezidenti Məsud Pezeşkiyan Azərbaycanla həmkarı İlham Əliyev və Türkiyə lideri Rəcəb Tayyib Ərdoğanla telefon danışığında hücumların İrandan həyata keçirilmədiyini bildirib. Hətta bunu sübut etmək üçün birgə komissiya yaradılmasını və araşdırma aparılmasını da təklif edib. İranın belə iddialı mövqeyi nəyə hesablanıb? Global Infoaza danışan politoloq Oktay Qasımov deyib ki, İranın Azərbaycan və Türkiyəni hədəfə alması qəbul edilməzdir. Hər iki ölkə bu məsələ ilə bağlı Tehrana sərt etirazını bildirib və ərazilərindən İrana qarşı hücumlar üçün istifadə olunmadığını, bundan sonra da istifadə edilməyəcəyini açıqlayıb. İran tərəfi məsuliyyəti üzərindən götürməyə çalışsa da, Pezeşkiyanın gərginliyi azaltmaq məqsədi ilə həm Türkiyə, həm də Azərbaycan prezidentləri ilə telefon danışığı aparması müsbət haldır. Bu zənglərin müəyyən gecikmə ilə baş tutmasına baxmayaraq, münasibətlərin normallaşması baxımından əhəmiyyətli addımdır. Rəsmi Tehran hələ də raketlərin İrandan atılmadığını iddia edir. Lakin müasir texnologiyalar peyk sistemləri raket və dronların hansı ərazidən buraxıldığını dəqiq müəyyən etməyə imkan verir. Yəni, onların İran ərazisindən göndərilmədiyini müəyyənləşdirmək çətin deyil. Nəzərə almaq lazımdır ki, İran prezidentinin ölkənin silahlı qüvvələri, xüsusilə də Sepah üzərində təsir imkanları məhduddur. Sepah daxilində həm Türkiyəyə, həm də Azərbaycana qarşı düşmən mövqeyidə olan və münaqişəni regiona yaymaq istəyən qüvvələrin mövcudluğu istisna edilmir. Azərbaycana qarşı dron hücumundan sonra Sepaha yaxın Telegram kanallarında bu zərbələrin onların etdiyi barədə məlumatların yayılması və hücumların davamının olacağına dair açıqlamalar bu ehtimalları gücləndirir. Politoloq bildirib ki, Məsud Pezeşkiyanın İlham Əliyev və Rəcəb Tayyib Ərdoğanla telefon danışığı diplomatik addımdır. Bu addım gərginliyin azalmasına və münasibətlərin müəyyən səviyyədə saxlanmasına xidmət edir. Bunun nəticəsində Azərbaycanla İran arasında yük maşınlarının hərəkəti bərpa olunub. Naxçıvan hava limanı da fəaliyyətinə yenidən başlayıb. Araşdırmalara gəlincə, Azərbaycanla Türkiyə raket və dronların haradan buraxıldığının dəqiq müəyyənləşdirilməsinin tərəfdarıdır. Əgər bu hücumlar İran ərazisindən həyata keçirilibsə və İran rəhbərliyinin bundan xəbəri olmayıbsa, bu ölkə daxilində başqa qüvvələrin də fəaliyyət göstərdiyini sübut edir. Busa ilk növbədə Tehran üçün ciddi təhlükəsizlik problemi deməkdir. Ümumilikdə baş verən hadisələrlə bağlı həqiqəti müəyyənləşdirmək elə də çətin deyil. Qeyd etdiyim kimi, müasir texnologiyalar, peyk müşahidə sistemləri, raket və dronların uçuş istiqamətlərini dəqiq müəyyən etməyə imkan verir. Prezident İlham Əliyevin İranın yeni ali rəhbəri Müçtəba Xameneyini təbrik etməsi qonşu ölkənin mediasında böyük maraq doğurub. Axar TV Global Infoaza istinadla xəbər verir ki, Azərbaycan prezidentinin Müçtəba Xameneyini yeni ali rəhbər seçilməsi münasibəti ilə təbrik etməsi barədə rəsmi açıqlama İranın əsas xəbər agentliklərində və bir sıra populyar portallarında ən çox oxunan yazılardan olub. Maraqlıdır ki, bu xəbər hətta Amerika Birləşmiş Ştatları İran müharibəsi ilə bağlı yayılan məlumatlardan daha çox diqqət çəkib. Qeyd edək ki, İranın Naxçıvana raket hücumundan sonra Tehranın rəsmi kanallarla Bakı ilə əlaqə qurması və Prezident Məsud Pezeşkiyanın İlham Əliyevə zəng edərək hadisənin araşdırılacağı vədini verməsi münasibətlərdə müsbət dinamikanın yaranmasına şərait yaradıb. Azərbaycan qonşu ölkələrlə sülhpərvər və xoşməramlı əlaqələrin qorunmasına diqqət yetirərək bugün İran üçün humanitar yardım göndərib.
Bu, rəsmi Bakının qonşu İranla tarixi dostluq əlaqələrinə önəm verdiyini və ona qarşı hərbi fəaliyyətlərdə heç bir halda yer almadığını növbəti dəfə sübuta yetirir. İranın yeni lideri gözlənildiyi kimi Əli Xamneyinin oğlu Müçtəba Xameneyi oldu. Müçtəbanın dini lider olması İranın sərt siyasətinin davam etməsi deməkdir. Axar TV xəbər verir ki, bu barədə politoloq Asif Nərmanlı qeyd edib. Müçtəba Sepahda sərt siyasətin, müharibənin tərəfdarlarının figurudur. Atası qətlə yetirənlərlə Amerika Birləşmiş Ştatları və İsraillə danışıqlar masasına əyləşməyəcək, yaxud təslimçi sülhə razı olmayacaq. İran total müharibə prinsipini davam etdirəcək. Hətta yeni dini liderin Müçtəbanın cihad elan etməsi də istisna edilməməlidir. Müçtəba Xameneyi atasından sonra Amerika Birləşmiş Ştatları və İsrailin əsas hədəfidir, deyə politoloq bildirib. İran prezidenti Məsud Pezeşkiyanla Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan arasında telefon danışığı baş tutub. Axar TV xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb. Söhbət zamanı Pezeşkiyan Tehranın yaxın şərqdə gərginliyin azaldılmasına hazır olduğunu bildirib. Pezeşkiyan qeyd edib ki, İran qonşu ölkələrin ərazilərindən İrana qarşı hücumlar üçün istifadə olunmayacağı təqdirdə regionda deeskalasiyaya hazırdır. İran prezidenti həmçinin vurğulayıb ki, Amerika Birləşmiş Ştatları və İsrail İranla onun qonşuları arasında ixtilaf yaratmağa çalışır. Qeyd edək ki, ötən gün İrandan Türkiyəyə növbəti dəfə raket atılıb. Rusiyanın Ukraynada aktiv hücum əməliyyatları aparmaq imkanları tükənir. Axar TV xəbər verir ki, bunu Ukrayna ordusunun zabiti Andrey İlyenko Kiyev 24 televiziya kanalında bildirib. O, işğalçıların, yəni Rusiya ordusunun xeyli itki verdiyini deyib. Gec-tez onlar orduya qəbulla bağlı ciddi böhranla qarşılaşacaqlar və bu artıq baş verir. Onlar üçün top yemini orduya cəlb etmək getdikcə çətinləşir. Hətta buna böyük vəsait ayırsalar belə və bu pul getdikcə azalır. İlyenko həmçinin vurğulayıb ki, Rus işğalçılar bütün cəbhə xəttində kifayət qədər qoşun toplaya bilmirlər. Bəzi ərazilərdə onların sayı artır, digərlərində isə azalır. Nəticədə Ukrayna zəif nöqtələri ortaya çıxarmağa başlayır. Qarşıdan gələn bayramlarla əlaqədar olaraq martın 11-də Respublika üzrə pensiyaların qrafikdən əvvəl tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub. Axar TV xəbər verir ki, bu barədə Dövlət Sosial Müdafiə Fondu məlumat yayıb. Qeyd olunub ki, həmin gün güzəştli şərtlərlə pensiya hüququna malik şəxslərin də pensiyaları ödəniləcək.